Salam uşaqlar. Bu gün də düzbucaqlı üçbucaqdan davam edirik, amma bundan sonraki videoda başqa bir fiqur və ya başqa bir cəbir isbat məsələsi həll edə bilərəm. İndi isbat edək ki, iti bucaqları alfa və beta olan düzbucaqlı üçbucaqlı, düzbucaq təpəsindən çəkilmiş median və hündürlük arasındakı bucaq alfa çıx beta, tən bölən və hündürlük arasındakı bucaq alfa çıx beta bölü 2, tən bölənlə median arasındakı bucaq isə alfa çıx beta bölü 2-dir. Yəni alfanın betadan böyük olduğu vəziyyətlər üçün nəzərdə tutulub bunlar. Deməli, şəkildə bir düzbucaqlı üçbucaq görürük. Bu düzbucaqlı üçbucaqla hipotenuza əvvəlcə bir hündürlük çəkək. Hipotenuza bir hündürlük çəkək. Sonra hipotenuza bir tən bölən çəkək. Bu bir tən bölən olsun. Və hipotenuza bir dənə median çəkək. Şərtdə alfa bucağının betadan böyük olduğunu deyirsə, aşağı sağdakı bucağa alfa bucağı deyək, yuxarıdakı bucağa isə beta bucağı deyək. İndi aydın məsələdir ki, alfa üstə gəlsin beta, yəni düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90 dərəcədir. Ştrixlədiyim üçbucağa baxsaq, ştrixlədiyim üçbucaqda h-ın 90 dərəcə əmələ gətirdiyini görürüksə, onda ştrixlədiyim düzbucaqlı üçbucaqda bir iti bucaq alfadırsa, digər iti bucaq da beta olmalıdır ki, iti bucaqların cəmi 90 dərəcə olsun. Digər tərəfdən biz əvvəl də izah etmişdik ki, düzbucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısıdır. Yəni bu ştrixlədiyim üçbucaqda median və hipotenuzun bu hissəsi bir-birinə bərabərdir. Yəni orada bir bərabər yanlı üçbucaq var. O zaman bu bucaq da betadır. İndi bu aldıqlarımızdan ilk öncə medianla hündürlük arasındakı bu bucağı, yəni biraz rəngləyək onu, medianla hündürlük arasındakı bu bucağı tapaq. Yəni o bucağa medianla hündürlük arasındakı bucaq deyək. M-dən H deyək. Bu bucaq bərabər olmalıdır 90 dərəcədən 2 dənə betanın çıxılması. Niyə bu bucaq ümumi 90 dərəcədir? O 90 dərəcədən 2 dənə betanın çıxanda aradakı yaşlı rəngdə işarə etdiyimiz bucaq qalır. 90 dərəcə alfa plus beta olduğundan mən də ifadədə 90 dərəcənin yerinə alfa üstəgəl beta yazıram. Çıxılsın 2 beta. O da bərabər olur alfa çıxılsın beta. İndi gələk tən bölən hissəsinə. İndi bu tən bölən, bax, buradan, bu qırmızı ilə işarə etdiyim bu tən bölən, bilirik ki, bucağı yarıya bölür. 45 dərəcə və 45 dərəcə olmaqla düz bucağı yarıya bölür. İndi diqqətlə qələmi izləyin. Buradan buraya qədər, buradan buraya qədər və buradan buraya qədər olan bucaqlar bərabərdir. Onların İkisinin də bir hissəsi betadırsa, demək qalan hissələri də nöqtə ilə işarə etdiyim yerlər də bir-birinə bərabər olmalıdır. Yəni ki, tən bölən medianla hündürlük arasındakı bucağı da yarı bölür. İndi soruşacaqsınız ki, bəs üçün biz bunu yazıda isbat məsələsi düşüb. Biz bunu yazıda nətər göstərək? Yazıda da göstərəcəksiniz ki, indi o üçbucağın təpələrindəki hərflər nə olsa, tən bölənlə olan bucaqlar eyni olacaq. Hər ikisindən də çıx beta olaraq göstərib, yəni o iki bucağı nöqtə işarəsi qoyduğum bucaqları bir-birinə bərabər göstərəcəksiniz. Yəni ki, bucaq, məsələn, tən bölənlə hündürlük arasında deyək. Tən bölənlə hündürlük arasındakı bucaq da tapdığımız bu alfa çıx betanın yarısı olacaq. Yəni medianla hündürlük arasındakı bucaq yarı bölünür. Digər tərəfindən tən bölənlə median arasındakı bucaq da, tən bölənlə median arasındakı bucaq da alfa çıx betanın yarısı olmalıdır. Yəni medianla hündürlük arasındakı bucaq yarı bölünəndə ya tən bölənlə median arasındakı, ya da tən bölənlə hündürlük arasındakı bucaq alınır. Və ya bunu həqiqətən də hesablayıb tapmaq istəyiriksə necə olacaq? Yəni medianla hündürlük arasındakı
bucağı necə tapdıqsa, bunu da elə hesablayıb tapmaq istəyirsə necə olacaq? Məsəl üçün medianla tənbölün arasındakı bucağı tapmaq istəyirik. Medianla tənbölün arasındakı bucağı tapmaq. Ya da buradakı sırayla eləyək. Tən bölənlə h arasındakı bucaq. Demək, tən bölənlə hündürlük arasındakı bucağı tapmaq istəyirik. Deməli, tən bölən ümumi bucağı yarı bölmüşdü 45 dərəcə. Yəni bu hissə bütöv 45 dərəcə idisə, o zaman biz bu tən bölənlə hündürlük arasındakı bucaq, bu ştrixlədiyim bu hissədəki bucağı tapmaq istəyiriksə, demək, həmin 45 dərəcədən bu bettanı çıxmalıyıq ki, o balaca ştrixlədiyim bucaq alınsın. 45 dərəcədən bettanı çıxmalıyıq. O zaman baxırıq ki, bizim əlimizdə belə bir məlumat var. Alfa plus bettanın 90 olduğunu bilirəm. 45-in nə olduğunu bilmirəm. Amma sonra deyəm ki, aha 45 90-ın yarısıdır. O zaman 90 dərəcə böl 2 çıxılsın betta yazıram. Onu da davam elətdirsəm, 90 dərəcənin əvəzinə də alfa üstə gəlsin betta yazacağam. Buradan da ortaq məxrəc tapsam, alfa üstə gəlsin betta çıxılsın 2 betta. O da bərabərdir. Alfa çıxılsın betta bölünsün 2 olacaq. Eyni zamanda tən bölənlə median arasındakı bucağı tapmaq istəsəm də eyni üsuldan istifadə edəcəm. Deyəcəm ki, tən bölən ümumi 90 dərəcəni yarı bölür. Yəni tən bölən ümumi 90 dərəcəni yarı bölürsə, buradan bax bura qədər, buradan bura qədər. Bucaq 45 dərəcədir və mən tən bölənlə median arasındakı bu işarələdiyim bucağı tapmaq istəyirəmsə, o zaman mən yenə 45 dərəcədən yeni bettanı çıxmalıyam. Eyni az öncəki qaydadakı kimi. Tən bölənlə hündürlük arasındakı qaydadakı kimi. Yenə 90 dərəcə böl 2 çıxılsın betta. Yenə də alfa üstə gəlsin betta bölünsün 2 çıxılsın betta. Yenə də ortaq məxrəc alfa üstə gəlsin betta çıxılsın 2 betta. Və yenə də alfa çıxılsın betta bölünsün 2 olacaq. Ümid edirəm ki, faydalı olmuşdur uşaqlar. Sağ olun.